Salam əziz şagirdlər. 9-cu sinifin buraxılış imtahanına düşən şəkil üzrə esseni bu cür yaza bilərik. Mark, Tom and Lily are siblings. Mark, Tom və Lily bacı qardaşdılar. They like to play and spend time together. Onlar oynamağı və birlikdə vaxt keçirməyə xoşlayırlar. One day these kids decided to have picnic because they thought the weather is sunny and it will be great. Bir günlərim uşaqlar qərara gəldilər ki, onlar havanın gözəl olması və günəşli olmasına görə piknik etsinlər. So they made their tent, sat down and started conversation. Onlar çadır qurdular, oturdular və söhbət eləməyə başladılar. They were happy. However, suddenly this beautiful weather changed. Onlar çox xoşbəxt idi və qəflətən bu gözəl hava dəyişdi. Soon it rained and the wind blew out. Tezliklə yağış yağdı və külək əsməyə başladı. The children felt very cold, also scared. Onlar üşüdülər və qorxdular. Fortunately, their parents Emily and Jack come there. Xoşbəxtlikdən valideynləri Emily və Jack ora gəldi. As it was getting dark, father brought lights and mom brought warm things. Hava qaranlıq olduğuna görə ata fənər, ana isə isti paltar götürmüşdü. Finally they were happy again. Nəticədə onlar hamısı yenə xoşbəxt oldular. Ümid edirəm sizin esseləriniz də gözəl alınmışdır. Əgər esselərlə bağlı nəsə fikirləriniz varsa, orada etdiyiniz qrammatik səhvləriniz varsa və yaxud da hər hansı bir suallarınız varsa, rəylər bölməsindən yazın. Bye bye.